Baxın, DIM xoşlayır. DIM xoşlayır bizi bu tip suallarla analiz edib ən yaxşı versiyalarımızı, ən yaxşı şagirdləri ortaya çıxarmağa. Ona görə gəlin bu suala baxaq, çünki bu sual həm bilik, həm də bacarığı qiymətləndirir. Deməli, Python ilə yazılmış proqram fraqmentinin icrasından sonra ekrana nə çap olunar? Hə, müəllim, burada deməli bir siyahı var. Bu siyahını deməli funksiyaya daxil edirəm mən və mən bunun sonuna append eləyəcəm 5-i, yəni bu siyahının A siyahısının sonuna 5-i append eləyəcəm və həmin siyahını, yəni artıq 1-2 idisə, 1-2 5-i ekrana deməli çıxaracağam. Hə, deməli burada f-a-nın qiyməti olacaq müəllim nə? 1 2 5. 1 2 5. Tamam. Bəs buradakı a-nın qiyməti, a-dakı müəllim heç nə, əvvəlki a-dır, 1 2 bu şəkildə. Yanlışdır dostlar. Bu şəkildə yazmırsınız. Nəyə görə? Çünki bilmədiyimiz bir məqam var. Bilmədiyimiz bir məqam var. O hansı məqamdır sizə deyim. Deməli, yadda saxlayın. Siyahı üzərində dəyişikliklər eləyəndə bu əvvəlki siyahıya da təsir eləyir. Çünki yeni bir siyahı yaradılmır. Yəni nə iş görürsünüzsə, əvvəlki siyahı üzərində dəyişikliklər icra olunur. Misal üçün, mən əgər f-a deyirəmsə və 1-2 bunun arxasına 5 əlavə eləyirəmsə, bu elə a-nın üzərində elədiyim dəyişiklikdir. Yəni bu burada qaldı. Yəni artıq f-a-nın da qiyməti, a-nın da qiyməti 1 2 5-dir. 1 2 5. Bu da həmçinin 1 2 5 olmuş olaraq qalacaq. Bu şəkildə. Yəni bunu sanki belə fikirləşin, f-a-nın qiyməti də 1 2 5 siyahısına deməli doğrudur. Yəni elə bir ki, f-a deyəndə artıq ağlınıza bu gəlsin. Həmçinin a-nın da siyahısı budur. İkisi də eyni siyahıya istinad edir. Bu şəkildə. Yeni suallar, bu tipli çaşdırıcı, xüsusilə diqqət tələb edən sualların hər birini həm bu TikTok səhifəsində, həm də YouTube səhifəsində izləyə bilərsiniz. YouTube səhifəsində xüsusən də uzun izahlar paylaşıram. Ora baxıb hər bir kontenti izləyə bilərsiniz. Suallarınız olduqda isə kommentlərə falan yaza bilərsiniz. Cavablamağa deməli hazıram hər zaman.